Ümumi anlam, tanımaq nəyə deyilir? Ümumi ünvanlar vasitəsilə. Ümumi tanımaq vasitəli tanımağa deyilir. Yəni, ünvan və anlam vasitəsilə. Yəni, mən o varlığın, həqiqətin zehnimdə təsəvvür edirəm, təsəvvür ilə o aynadan həmin varlığa baxıram. Təsəvvür aynasından, o güzgüsündən o həqiqətə baxıram, o varlığa. O zehnimdəki anlam vasitəsilə. Amma şəxsi tanımaqda isə vasitəsiz tanımaqdır. Anlam və ünvan vasitə olmur, güzgü rolun oynamır. Bəlkə varlığın özü mənim yanımda hazır olur. Əlbəttə, maddi olmayan varlıqlarda. İndi buradadır ki, sual verirəm izləyicilərə. Bu sual da bundan ibarətdir ki, Allahı şəxsi tanımaq olar ya? Allahı şəxsi tanımaq olar. Amma şəxsi tanımaq yəni nə? Elə ki, yəni nə desəm, mən yenə qayıtmalıyam əvvəl birinci izaha. İki cür tanımaq bizdə qabiliyyət var. Ümumi ünvanlar vasitəsilə, yəni bir varlığı mən ünvan vasitəsilə zehnimdə, o təsəvvür vasitəsilə o güzgüdən baxıram, o varlığı tanıyıram. Zehnimdə bir təsəvvür düzəltmişəm. Məsələn, ağac. Kərbəlayı, ağacı necə tanıyırsan? Zehnində bir ağac təsəvvürü düzəldirsən, həmin o ağacın təsəvvürü. Sonra o ağacı oradan baxsan. Və yaxud məsələn, hər hansı misal, çox misal. Amerikada, o günkü misal, Amerikada bir nəfəri tanıyırsan. O bir nəfər çox güclü, internetdə çox güclüdür, savadlıdır, filandır məsələn, dünyəvi elmlərdə. Onu görməmişsən, onunla əlaqədə olmamışsan, onu ancaq nəyin vasitəsilə tanıyırsan? Ya daha da dəqiq bir misal, İmam Zaman ağadan. Əhsən, çox gözəl. İmam Zaman ağanı necə tanıyırsan? Ancaq ünvanlar vasitəsilə. O Peyğəmbər nəvəsidir. O 1400 il bundan qabaq dünyaya gəlib. O 5 yaşında qeybətə çəkilib. Sərdab, Samirra şəhərində. Bax, ümumi anlamlar ilə. O bu dəqiqə nəfəs alır, o bu dəqiqə yaşayır. Bəli, çox gözəl, çox gözəl. Əsas orucluğun fəlsəfəsi elə budur. Orucluğun fəlsəfəsi budur. Bizi Allahı şəxsi tanımağa yaxınlaşdırar. Şəxsi tanımaq bilirsiniz, nədir? Yəni Allah kimi bir varlıq vasitəsiz olaraq heç bir anlam vasitə olmadan sənin hüzurundadır. Əlbəttə, həqiqətdə sən onun hüzurundasan, ha? Yəni bu söz aldatmasın səni. Yəni sən o qədər, sənin varlığın o qədər onunla qarışıqdır. O qədər sən onunla, necə deyərlər, yaxınsan, o sənin hüzurundadır. O sənin üçün elmi hüzuriyyət çevirir. Artıq bu varlığın, həqiqətin özü ya, özü. Necə ki aclıq, necə ki sevincim mənim yanımda hazırdır, mənim şadlığım, mənim sevincim. Çünki maddi olmayan varlıqdır. Mən onu şəxsən tanıyıram. Mən öz sevincimi şəxsən tanıyıram. Sən insan özün tanıyır, Allahı tanıyanda, yəni özün tanıyır həqiqətdə. Yəni sən tanımaq qüdrətinə bir dənə diqqət eləsən ki, səndə nə qüdrət var, insan elə tanımaq mekanizmasına bir diqqət salsa, özündə insanı vahimə bürüyür, insanı dəhşət bürüyür. Aydındır ki, nə baş verir insanda? İnsan nə qüdrətə malikdir?